Əziz izləyicilər, çox hörmətli dostlar, qohumlar, yaxınlar, əzizlər. Bugün dostumuz, qardaşımız Rəmiyəlinin 55 yaşı tamam olur. Rəmiyəli qidasını, ruhunu, tərbiyəsini uzun ömürlər diyarı Lerikin Orant kəndində almışdır. Ona görə də o çox saf, qəlbi təmiz, mərd bir insandır. Dost kimi sədaqətli, ata kimi qayğıkeş, qardaş kimi dəyanətli, qohum, qonşu kimi səmimi və mehriban insandır. Onun ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, sağlam və lirik uzun ömürlüyü arzu edirəm. Arzu edirəm ki, o ömrünün bütün çağlarını şən, firavan yaşasın. Onu öpürəm, bağrıma basıram. Balalarının, nəvələrinin xeyrini, bəhrini görsün. Deyirəm, ad günün mübarək.